Deməli, ifrazat sistemi metanefridial tipli sistemdir dedik. Bunlardan bu yuxarı hissədə görürsünüz. Baxın. Qıf şəkilli borucuqlardır uşaqlar, metanefridial. Bədənin önündən və arxadan bir neçə buğumda yoxdur, geri qalanlarda var. Adətən, məsələn, sizə məsələdə sayı verir. Sinir düyününü deyəndə, nə bilim, ifrazat borusunun deyəndə deyir ki, filan buğumlarda yoxdursa və s. Bu tipli suallar salır. Məsələn, soxulcanın 100 buğumunda olan sinir düyünlərinin sayı deyəndə, siz sinir düyününə aid hesablamada nəzərə almalısınız ki, 100 buğum var. 100 buğumda deyək ki, nə deyək ki, tutaq ki, 100 buğumunda olan sinir düyünlərinin sayı. Deyək ki, sizə məsələ şərtdə deyibdir ki, öndən 2 buğumda yoxdur düyün. Olmayan buğumdan çıxırsınız, olmayan buğumun sayını, düzdürmü? Deməli, şərtdə nədir? 100 buğum var. Amma öndən ikisində yoxdur. Həqiqətən də ikisində yoxdur, görürsünüzmü? 100-dən çıxın ikisini, neçə qaldı? Neçə düyün olacaq? 98 mi deyəcəksiniz, yoxsa üstünə bir gələrdinizmi? Çünki burada udlaq ətrafı həlqədə 2 düyün var. Udlağın üstündə də, altında da. Bu sadəcə bir buğum üçün bu şəkildədir. Üstünə də 1 gəlib 99 deyərdiniz də, düzdürmü? Sonra başqa tipli suallar da düşür sizə. Bir dənə bu ifrazat sistemini davam edeyim, onu deyəcəm. Deməli, baxın, ifrazat sistemi metanefridial borucuqdur. Baxın, deyək ki, sıralama ilə gəlirik. Bu 15-ci buğumdur, sonra gəldi 16-cı buğum, 17-ci buğum kimi belə gəlir də, düzdürmü? 15-ci buğumda ifrazat sisteminin metanefridinin bu qıf şəkilli hissəsini görürsünüzmü? İçəri açılıb, düzdürmü? Onun çölə açılan dəliyi 16-cı buğumda çölə açılır. Məsələn, bunu yana çəkib belə göstərəsi olsam, qıf şəkilli hissə 15-ci buğumdadır, deyək. Dəlik hardan çölə açılır? 16-cı buğumda çölə açılır. Bunu da nəzərə alın. Bu da olacaq sual. Güvəndə var bu tip suallar. Dimdə o birisi var. Sonra bu qəbullarda, sınaqlarda daha doğrusu düşən suallardan. Deyir ki, sənə biz bütün orqanlara baxdıqmı? Tənəffüs sistemi orqanı yoxdur. Bax, dəri, həlqəvi əzələlər, enli əzələlər, uzunlu əzələlər daha doğrusu. Dəri, həlqəvi əzələlər, altında uzunlu əzələlər, bunu görürsünüz. Metanefridiləri dedik, ifrazat sistemi var. Sinir sistemini dedik, həzm sistemini dedik, qanlama sistemini dedik. Bir çox sistemlərini artıq burada qeyd etmişik. Belə bir sual verim. Deyir ki, soxulcanı eninə istiqamətdə ortadan kəsib, ondan bir həlqə çıxartsaq, uzunluğa istiqamətdə də belə köndələn, ortadan kəsib ondan bir həlqə çıxartsaq. İndi bunu sualda necə deyir, bilirsizmi? Deyir, belə deyir. Soxulcanla bir həlqə kəsib, həmin həlqəni uzunluğa istiqamətdə ortadan bölsək, kəsilmiş həlqənin yuxarısında hansı orqanlar sistemini görə bilmərik və aşağıda qalanda hansını görə bilmərik kimi. Yuxarıda yox, aşağıda soruşsa, deyərsiniz ki, aşağıda sinir sistemi var, yuxarıda yoxdur. Və ya deyə bilər, yuxarıdakı həlqənin yuxarıdakı kəsiyində nə yoxdur? Sinir sistemi yox, qarın sinir zənciri yoxdur, məsələn. Bu tip sual da verir. Belə doğradı, bunu böldü, yuxarıda nə yoxdur? Qarın sinir zənciri. Niyə bunu deyir? Sən bilirsənmi ki, zəncir qarındadır, yoxsa beldədir, bunu yoxlayır. Sən bilirsənmi orqanlar necə, bunu yoxlayır da, başa düşdünüzmü? Bu tip ola bilər suallar, çıxa bilər qarşınıza. Sonra daha uzunlu əzələlərin yığılması. Mən nə demişdim? 6-cı sinifdə yazdım, uzunlu həlqəvi əzələlərin yığılması zamanı soxulcan yağınlaşırmı, qalınlaşırmı, neynir demişdim. Uzunlu əzələlər yığılanda soxulcan neynir? Uzunlu əzələlər yığılıb, o uzunlu əzələlərdir. Bu yığılanda bu qısalacaqdır, düzdürmü? Qalınlaşacaqdır. Həlqəvi əzələlər yığılanda bu sıxılır, əksinə geri nə olur? Uzunlu əzələlər uzanacaqdır. Ona aid bir sualınız olacaq orada. Sonra burada hərəkəti deyir. Deməli, soxulcan bu cür hərəkət edir. Uzanıb qısala-qısala. Nereyir isə ayaq pərlərinin köməyi ilə dənizin dibində sürünərək hərəkət edir.
Həzm sistemini dedik, anal dəlik var artıq, anal dəlik, ağızla başlayır, anal dəlik də bitir. Çorbaq çürüntüləri ilə qidalanır. Qidaların xırdalanması üçün mədədəki əzəllər rol oynayır, kömək edir. Nereidin qidası yosunlar, kiçik su heyvanları təşkil edir. Zərrələrin əksəriyyəti isə insan və bəzi onurğalıların qanı ilə qidalanır. Şikara hücum edərək əzələli xortumu ilə onu yaralayır, oraya xüsusi maddə ifraz edir, demişdik bunu. Bu maddə həm şikarın bədəndəki yarada, həm də zərinin öz mədəsində olan qanın laxlanmasının qarşısını alır, qan sorarkən. Qan damar sistemini dedik, ürək nədir dedik, orada dırnaq arası damarlardır. Sonra damarlar daha kiçik şaxələrə bölünür, kapilyarlar əmələ gəlir, qan damar sistemi qapalıdır dedik. Bədən mayeəsi ilə qarışmır, o deməkdir ki, qapalıdır. Sual çıxır, uşaqlar soruşar, qarışmır nə deməkdir? Qapalı qan damar sistemidir. Qan yalnız haradan hərəkət edir? Damarlarla. Tənəffüs sistemi yoxdur, bədən səthi ilə tənəffüs edir. Bir dənə qum qurumunda nə var dedik? Qəlsəmələr. Metanefridlər ifrazat sistemi, bunu dedik. Sinir sistemini dedik, ətraflı. Hiss orqanları, bunlarda bir dənə nereiddə gördük, 4 dənə göz. Qolcuqlar, lamisə çıxıntıları olan bığcıqlar hiss orqanları sayılır, ümumi götürəndə. Bədəndə hiss edici hüceyrələr də var. Yəni bədənə toxunduqda soxulcanını hiss edib, qısalır, yığılıb, uzanırsa, deməli bədəndə hiss edici hüceyrələr var. Eyni zamanda soxulcan qidanın dadını da duyur. İşığı qaranlıqdan seçə bilir. Regenerasiya bədənin itirilmiş hissəsinin bərpasıdır, soxulcanda bu var. Bağırsaq boşluqlar kimi bunlarda da bu xüsusiyyət var. Sonra yaxşı inkişaf edib özlədiyir. Çoxalma məsələsi, hermafroditdirlər. Yəni bir fərddə 2 cinsiyyət orqanı var, amma sperma mübadiləsi gedir. Yəni birinin sperması digərinin yumurtasını mayalandıra bilir. Toxumluqlar və yumurtalıqlar bədənin müəyyən buğumunda yerləşir. Yəni yerləşmə yeri var xüsusi. Yumurta qoyma zamanı qurdun kəməri üzərində xeyli selik əmələ gəlir. Qurd yumurtalarını bura qoyur, sonra selikdən azad olur. Selik tez bərkir, tündləşir, barama əmələ gətirir, həmin o kəmər söhbəti. Bir müddət sonra baramadakı yumurtalardan cavan soxulcanlar çıxır. Bu da bizim növbəti tipimiz idi. Belə. Deməli, testdə bunlar ayrıca yastı qurdlar deyə verilir. Eyni zamanda güvəndə də verilir. İndi güvəni də, dimin də bölməsinin testlərini işləyərsiniz.